Özüm psixoloq olmasaydım, psixoloqumu necə seçərdim? Bu videoda bu haqda danışmaq istəyirəm. İlk öncə mən onun təhsilinə baxardım. Mənim üçün çox vacib olardı ki, onun ilk təhsili psixologiya təhsili olsun. Sonrasında isə maraqlanardım ki, o terapiyasını nə ilə edir? Yəni hansı metoddan istifadə edir? Bu kognitiv davranış terapiyasıdır, bu gestaltdır, bu artdır, bu EMDR'dır, bu psixoanalizdir, bu şemadır. Yəni nədən istifadə edir və təbii ki, ChatGPT ilə məsləhətləşərdim ki, bu metod haqqında mənə biraz danışsın. Sonra mənə maraqlı olardı ki, ümumiyyətlə təcrübəsi nə qədərdir, hansı mövzularla daha çox işləyir, nəticələri necədir və əgər mənə deyilsəydi ki, %100 nəticələr mən əldə edirəm, sizə %100 nəticə mən söz verirəm. Bu məndə böyük suallar yaradardı, çünki mən çox realistik bir insanam, amma bu cür cavablar onlar qeyri-realistikdir, yəni belə olmur. Və çox vacib məsələ, mən bu mütəxəssin sosial mediasında canlı yayımlarına və podkastlara baxardım ki, harda bu mütəxəssis canlı bir şəraitdə özünü ifadə edir. Çünki mənim əzizlərim, biz indi elə bir dövrdə yaşayırıq ki, ağıllı post yazmaq, hansısa bahalı bir studiyada video çəkib podkast paylaşmaq çox asandır. Amma əgər ki, bir mütəxəssis sadəcə kitab sözləri ilə danışırsa və ümumiyyətlə nə dediyinin fərqində deyilsə, bu məndə çox böyük suallar yaradardı. Və son olaraq da təbii ki, mən bu araşdırmadan sonra mən bu mütəxəssislə canlı olaraq görüşmək istərdim, ya konsultasiyada, ya seansda ki, ümumiyyətlə canlı olaraq başa düşüm ki, bu insan nə dərəcədə mənə uyğundur. Çünki terapiya ilk öncə insan faktorundan ibarətdir də. Mütəxəssis çox ağıllı ola bilər, yəni minlərlə diplomu ola bilər, amma sizə bir insan kimi uyğun gəlməyə bilər. Bu haqda siz nə düşünürsünüz? Bir psixoloqu seçərkən ilk öncə siz nəyə fikir verirsiniz? Rəylərdə yazın.